Hörmətli cənab baş katib, hörmətli qonaqlar, xanımlar və cənablar, bir daha hörmətli cənab baş katib, sizi Azərbaycanda salamlayıram, ölkəmizə xoş gəlmişsiniz. Sizin səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bugün imzalanmış sənədlər arasında Vyetnam-Azərbaycan arasında imzalanmış və qəbul edilmiş strateji tərəfdaşlıq haqqında bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bu çox ciddi siyasi sənəddir. Bu əslində Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Və əminəm ki, bu artıq yüksək səviyyəli münasibətlər gələcək iki tərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Bugün imzalanmış sənədlər arasında gördüyünüz kimi bir çox istiqamətlər üzrə sənədlər var və bugün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Komünist Partiyasının baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması əlbəttə ki, onların əhəmiyyətini daha da artırır. Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Və bugün bu istiqamətlər və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, yaxın gələcəkdə biz bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bugün bu əməkdaşlıq var. Daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, Azərbaycan neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə edildi və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar. Hökumətlər arası komissiyanın tezliklə keçirilməsi bu və digər istiqamətlər üzrə mümkün olan əməkdaşlığı daha da sürətləndirəcək. Komissiya uzun illərdir ki, keçirilmir və əldə edilmiş razılaşma əsasında tezliklə komissiyanın keçirilməsi məsələsi öz həllini tapıbdır. Ticarət, iqtisadi istiqamət üzrə əfsuslar olsun ki, burada ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olduğu halda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə ki, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı, bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq. Biz bugün eyni zamanda bərpa olunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi apardıq. Mən hörmətli qonağımıza bildirdim ki, Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 megawatt gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdim. Eyni zamanda bizim hazır olduğumuzu bildirdim ki, Vyetnamda bərpa olunan enerji növlərinə Azərbaycan tərəfi sərmayə qoymağa hazırdır. Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var. Hər iki ölkədə
sənayinin bu istiqaməti kifayət qədər inkişaf edib və burada da səhələrin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər. Bizim beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır. Vyetnam Azərbaycanı BMT Təhlükəsizlik Şurasında bir neçə il bundan əvvəl çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq. Eyni zamanda biz qoşulmama hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisatda 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır və bugün qoşulmama hərəkatının daha da samballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır. Biz bugün eyni zamanda beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır. Yəni bir çox istiqamətlər üzrə bugün apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur. Bizi birləşdirən nəqliyyat, infrastruktur layihələri haqqında da bugün biz danışdıq. Həm şimal-cənub, həm şərq-qərb nəqliyyat dəhlizləri vasitəsilə biz qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə səfərin əminəm ki, çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız Azərbaycanda ilk dəfədir ki, səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, amma məzmun nöqteyi nəzərdən kifayət qədər zəngindir. Bugün bizim işimiz davam etdiriləcək. Sabah da hörmətli baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla geri qayıdacaqdır. Bir daha xoş gəlmişsiniz, hörmətli cənab baş katib, sizə və bütün Vyetnamlı yoldaşlarımıza yeni uğurlar arzulayıram, can sağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun. Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, hörmətli xanımlar və cənablar, əvvəlcə mən Azərbaycanlı dostların səmimi qəbuluna görə cənab Prezidentə dərin təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident, Vyetnamın ünvanına söylədiyiniz xoş sözlərə və iki ölkə arasındakı münasibətləri belə yüksək dəyərləndirdiyinizə görə sizə minnətdarlığımı bildirirəm. Hazırki səfərim diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Komünist Partiyasının baş katibinin Azərbaycana ilk səfəridir. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Bütün bunlar öz növbəsində ölkələrimiz arasında ənənəvi dostluğa və əməkdaşlıq potensialına cavab verir. Biz etimad, dostluq və səmimiyyət şəraitində cənab prezidentlə uğurlu danışıqlar apardıq və yaxın zamanlarda iki ölkə arasında əlaqələrin strateji istiqamətlər üzrə inkişaf etdirilməsi barədə razılığa gəldik. Şadıq ki, ölkələrimizin münasibətləri prezident Ho Chi Minhin Azərbaycana 1959-cu ildə səfəri ilə başladı. Onun səfərindən sonra müxtəlif təmaslar və səfərlər olmuşdur. Ölkələrimiz arasında əlaqələr
əlaqələr dövlət rəhbərləri və xalqlarımız tərəfindən daim gücləndirilmişdir. Biz siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu əsasla biz strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanatı artıq qəbul etdik. Bu isə ölkələrimizin münasibətlərinin tarixində yeni dövr, yeni səhifə açır. Əminəm ki, biz yaxın zamanlarda iki tərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik. İnkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq. Birgə bəyanatda əks olunan müddəaları icra etmək üçün 5 məsələni təklif edirəm. Cənab Prezidentin də indicə qeyd etdiyi kimi, birinci məsələ partiya, dövlət, parlament və rayonlar kimi bütün səviyyələrdə əlaqələri və təmasları fəallaşdırmaqdır. İstərdim ki, Vyetnam Komünist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr fəal olsun, imzalanmış razılaşmalar icra edilsin, mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliyi artırılsın və yeni mexanizmlərin yaradılması imkanları araşdırılsın. Mən Prezident Əliyevi yaxın zamanlarda Vyetnama səfərə dəvət edirəm. O artıq dəvətimi qəbul edib. İkincisi, hökumətlər arası komissiya vasitəsilə ticari iqtisadi əməkdaşlığı fəallaşdırmaq vacibdir. MTə dövriyyəsi və sərmayələri artırmaq, iki ölkənin işgüzar dairələrini bir araya gətirmək, energetika, neft və qazla yanaşı bütün sahələrdə əməkdaşlıq etmək, dəmir yolları, dəniz yolları, kənd təsərrüfatı sahələrində digər əməkdaşlıq imkanlarını araşdırmaq əhəmiyyətlidir. Biz hökumətlər arası komissiyanın növbəti iclasının tezliklə baş tutması məsələsini nəzərdən keçirəcəyik. Həmin komissiyanın gələcək iclasının nəticələrini səbirsizliklə gözləyirik. Çünki o, artıq strateji tərəfdaşlıq əsasında həyata keçiriləcək. Üçüncüsü, biz müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kiber cinayətkarlıqla mübarizə sahələrində münasibətlərimizi inkişaf etdirməliyik. Dördüncüsü, mədəniyyət, idman və turizm, təhsil, xalqlar arası təmaslar və regionlar sahələrində əməkdaşlığı genişləndirməliyik. Biz məşqlər, idman yarışlarının təşkili sahəsində təcrübə mübadiləsi barədə razılığa gəldik. Eləcə də turizmi təşviq edəcəyik. Tələbələri sizin güclü olduğunuz ixtisaslara yiyələnmək üçün göndərəcəyik. Xalqlar arası təmaslara gəldikdə istərdim ki, dostluq cəmiyyəti yaradılsın. Beşincisi, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmalıyıq və BMT, Qoşulmama hərəkatı, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri toplantısı kimi təşkilatlarda bir-birimizi dəstəkləməliyik. Biz həmçinin sülh-sevər yanaşmanı dəstəklədiyimizi qeyd etdik. Biz mübahisələrin dinc yolla həllini, beynəlxalq hüquqa, o cümlədən BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ Konvensiyasına uyğun olaraq gücdən istifadə etməmək və onun istifadəsi ilə hədəlləməmək kimi prinsiplərin vacibliyini bildirdik. Əminəm ki, iki ölkə rəhbərlərinin qətiyyəti ilə iki tərəfli münasibətlərimiz bundan sonra da xalqlarımızın rifahı, eləcə də regionda və dünyada sülh, sabitlik və əməkdaşlıq naminə inkişaf edəcək. Təşəkkür edirəm.